Salamlar millət, Abbaszadə TV-dən hər birini salamlayıram. Mən Məhəmməd Abbaszadə. Bugünkü videomuzda sizə Almaniyada çox maraqlı bir hadisəni göstərəcəm. Bu nədən ibarətdir? Deməli, Almaniyada müəyyən şəhərlərdə, deyərdim ki, bir çox şəhərdə, xüsusən kiçik şəhərlərin bir çoxunda bağlar var. Yəni bağ evləri bildiyiniz. Kiçik xırda bir bağ verirlər və yaxud böyük bağlı bəzi yerlər də var. Və bu bağlar adətən bir kompleksin içində formalaşır. Uzaqdan baxanda hamısı xırda-xırda kiçik evlər tikilmiş və bağlardan ibarət məhəllələrdir. Bu məhəllələri sadəcə və sadəcə 20 və yaxud 25 avro, bəzi yerlərdə 30-35 avro da ola bilər, qiymətləri artıq ola bilər, ödəyərək illik ödəyirsiniz bu ödənişi. Bu formada kiçik bir bağa sahib ola bilərsiniz. Mən hal-hazırda öz bağ evimin içindəyəm. Bu mənim bağ evimdir bu arada. Sizi kiçik bağ evimdən bir göstərim. Bu bağ evinin bu arada girişidir. Burada kiçik bir oturmağa yeri var. Çay içməyə də yeri var. Balaca da olsa çay içməyə yeri var. Stolzat da burada. Altında şüşüsü. Və birinci otağa daxil olursunuz. Bu formada kiçik bir qonaq otağıdır. Sonra keçirsiniz digər tərəfə. Burada çox xırda bir kuxnamız var. Xalaceynik. Burada kiçik bir oturma stolu və digər avadanlıqlar burada. Təbii ki, qaz və yaxud bu tip şeylər olmur. Bu zaten portativ formada gətirib xırda bir qaz pletkasına qoyub yemək pişirə bilərsiniz. Digər tərəfə keçəsi olsaq, burada xırda bir tualet və hamamımız var. Daha doğrusu hamam buradadır. Tualet digər tərəfdədir. Bu evin arxa tərəfinə gedən yoldur və burada da kiçik bir tualetimiz var. İşin maraqlı olan hissəsi odur ki, bu evin qiyməti indi çöldən də göstərəcəm və sonda sizə bu evin qiymətini deyəcəm. Onda şoka düşəcəksiniz bir balaca. Yəni Almaniyada bunlar xüsusi bağlarda, hansı ki burada mütəmadi gərək işləyəsiniz. Əslində müəyyən şərtlər var, hansı ki o şərtləri qarşılamalısınız. İl ərzində mən neçə dəfə bu bağa baxmaq lazımdır, bu bağları təmizləmək lazımdır. Çox təəssüflər olsun ki, mən o qədər də öz bağımla maraqlana bilməmişəm. Bugün də bura gəlmək səbəbim şəkillərini çəkib satışa qoymaqdır. İndi görək hansı müddətdə satılacaq, satılmasa belə hədiyyə verməyə düşdürəm bu bağı. Özsün şəhərində, Almaniyanın Zaksen əyalətində Erzgebirges ərazisində olan bir şəhərdə olan kiçik bir bağdır. İndi bağın özünü göstərim sizə. Digər qonşularımdan çox fərqli olaraq, misal üçün digər tərəfdə bir, buranı görürsünüz, mənim qonşu bağımdır. Buradan tam qabağım ayrı bir bağdır. Bu digər tərəfdə başqa bir qonşunun bağıdır. Kifayət qədər geniş bir ərazim var burada nəsə əkib biçmək üçün. Mən digər qonşularımdan fərqli olaraq indiyənə qədər burada nəsə əkmişəm, nə biçmişəm. Amma boş vaxt keçirmək üçün çox ideal bir variantdır. Burada bir kaçelyamız da var. Burada bir ağacım var, nə ağacı olduğu haqqında bir fikrim yoxdur. Və gül ağacları var. Hava biraz da isindikcə bunlar çox qəşəng gül açırlar bu arada. Və bu tərəf evin üstünə doğru şaxələnir. Ümid edirəm ki, buralarda ilanca da olub, mənə sancmaz. Təkəm çünki bugün burada. Deməli, evin vidini görürsünüz, yəni kifayət qədər normal ev ölçüsündə. Bu evin qiyməti biz ödəmişdik cəmi 500 avro. Yəni 500 avro və illik 25 avro ödənişlə biz bu evi almışdıq, belə deyək. Bu bağ hal-hazırda mənə məxsusdur və bu bağı dediyim ki, biraz da satışa qoyacağım. İndi sizə kiçik bir buraların məhəllərini göstərmək istəyirəm. Oraları bir baxın, görün nə gözəl bağlar var burada bu arada. Almanlar adətən pensiyaya çıxandan sonra nə edirlər deyə həmişə insan bir beynində tutur. Azərbaycanlılar nə edir, misal üçün keçirlər öz evlərinə, kəndlərinə köçürlər və yaxud Azərbaycanda, Bakıda yaşayıb qalanlar olur. Burada amma bir çox insan pensiya vaxtına keçdikdən sonra ya öz evlərinin həyətlərini qururlar, başlayırlar orada əkib biçməyə, ya bu formada bağlar götürüb başlayırlar buralarda əkin biçin işlərinə məşğul olmağa. Amma digər məsələ var ki, qayda qanun olaraq burada yaşamağa əslində icazə yoxdur. Bura sadəcə sənin günlük gəlib biraz vaxt keçirdiyin və gedəcəyin bir yer olmalıdır. Çünki qaydalar sizə burada yaşamağa icazə vermir. Bu fərq var. İndi isə mən buradan qapını bağlayıb yavaş-yavaş digər bağlara doğru getmək istəyirəm. Oraları da sizə bir çəkib göstərim. Bağların hər birini ətraflı göstərə bilməyəcəm, amma bu bağa məsəl üçün baxın, tərtəmiz, necə gözəldir, necə səliqə ilə saxlayırlar. Və yaxud bu bağı göstərək. Çox səliqəli bir vəziyyəti var, çox səliqəli saxlayıblar. Həqiqətən insanın bəzən buraya gələndə ürəyi açılır. Mən bura dediyim kimi çox uzun bir müddətlərdə gəlməmişəm. Sadəcə 2-3 dəfə gəlib biraz təmizləməyə cəhd eləmişəm, sonra alınmayıb, sonra qayıtmışam. Buradan digər tərəfə, digər məhəllələrdir, digər bağlardır. Xırda bir
Axıntı var burada. Axır belə bir gözəl mənzərə yaradır açığı. Bəhbəhdir, təmiz havadır. Görün insanlar nə düşünüblər, nələr eləyirlər və həyatdan necə zövq alırlar. Bunlar hamısı öz elədikləri şeylərdir. Özləri adətən gəlib. Burada gördüyünüz 90% şeyi heç kim almayıb, heç kim ustaya pul vermir. Sadəcə özləri gəlib bu formada kiçik ağaclar əkirlər, məhəllələr düzəldirlər, bağ açırlar özlərinə. Gör necə səliqəli, gör necə ürək açan vəziyyətdir. Burada misal üçün kiçik bir nəsə əkiblər. Möhtəşəm həqiqətən. Videoların davamını gəlmək istəyirsinizsə kanala abunə ol, videonu bəyənməyi unutmayın. Bu da Almaniyadan sizə bağ təcrübəsi. Belə şeylər də olur Almaniyada. Özünüzə yaxşı baxın.